Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir. Bu videoda biz müsahibə mərhələsində təqdim edilmiş bəzi sualların izahını verəcəyik. Sualların izahına keçməzdən əvvəl qeyd edeyim ki, əgər siz bizim kanalımıza abunə deyilsinizsə, kanalımıza abunə olub bildirişləri aktiv edin ki, növbəti günlərdə müsahibə mərhələsi ilə bağlı edəcəyimiz paylaşımlardan dərhal xəbərdar olasınız. Eyni zamanda daha çox kütləyə çatmaq üçün, daha çox kanala video yükləmək üçün mütləq şəkildə siz kanalımıza abunə olun, eyni zamanda videonu bəyənib, öz dəyərli şərhlərinizi bizə bildirməyi və videonu da öz yaxın həmkarlarınızla, müəllim dostlarınızla paylaşmağı unutmayın. İndi isə başlayaq sualların izahına. Birinci sualda qeyd olunub ki, formativ qiymətləndirmə nədir və qeyd edək ki, nə zaman aparılır? Formativ qiymətləndirmə təlim prosesində şagirdin inkişafını izləmək və onun öyrənmə ehtiyaclarını müəyyənləşdirmək üçün aparılan mütəmadi qiymətləndirmədir. Burada məqsəd nədir? Şagirdin zəif və güclü tərəflərini vaxtında aşkar edib, təlim prosesini tənzimləmək, yəni ona uyğunlaşdırmaqdır. Və xüsusiyyətləri budur ki, rəqəmlə qiymət yazılmır, rəy formalaşdırılır. Yəni, burada biz rəyin konstruktiv və ya destruktiv formada olmasına diqqət yetirməliyik. Funksiyası öyrənməni istiqamətləndirir və fəaliyyəti stimullaşdırır. Yəni, biz bilirik ki, formativ qiymətləndirmə aparılarkən şagird haradadır və hara qədər gedə bilər. Daha sonra metodlar var, hansı ki, müşahidə, özünü qiymətləndirmə, çıxış biletləri, bu tipli metodlardan istifadə edirik və eyni zamanda siz formativ qiymətləndirmədə özünü qiymətləndirmə, yoldaş qiymətləndirməsi, bu tipli xüsusiyyətlərdən də danışa bilərsiniz. Yəni, bir növ formativ qiymətləndirmədən nə bilirsinizsə, dəqiq olaraq nə bilirsinizsə, həmin məlumatlardan danışa bilərsiniz və nəticəsi, yəni formativ qiymətləndirmənin nəticəsi nəyə xidmət edir? Müəllimin metodunu dəyişir, şagirdin isə səhvlərini düzəldir və ona müəyyən bir, həm müəllimə, həm də şagirdə müəyyən bir istiqamət verir. İkinci sualımız budur ki, diferensial yanaşma nədir? Diferensial yanaşma sinifdəki şagirdlərin fərqli intellekt, maraq, öyrənmə tərzi və hazırlıq səviyyəsini nəzərə alaraq dərsin planlaşdırılmasıdır. Belə ki, məzmuna nələr daxildir? Eyni mövzu fərqli çətinlik dərəcələrində təqdim oluna bilər. Bu, hansı ki, diferensial yanaşmanı təqdim edir. Proses nədir? Şagirdlərə fərqli tapşırıqlar və ya iş vərəqləri verilə bilər. Burada hansı ki, diferensial yanaşma əsas götürülür. Nəticədə şagirdlər öyrəndiklərini fərqli yollarla, məsələn, esse, təqdimat, rəsm və s. formada nümayiş etdirə bilərlər. Deyək ki, eyni mövzu təqdim olunub, birinə esse yazaraq, birinə təqdimat edərək, birinə rəsm çəkərək nümayiş etdirmə ixtiyarı veririk. Hansı ki, biz burada intellekt nəzəriyyəsinə əsaslana bilərik. Və mühit necə olmalıdır? Şagirdlərin fərdi və ya qruplarla rahat işləməsi üçün də biz şərait yaratmalıyıq. Əhəmiyyəti nədən ibarətdir? Hər bir şagirdin potensialına uyğun inkişafı təmin etmək. Bax, diferensial yanaşma budur. Eyni zamanda diferensial yanaşma ilə bağlı özünüzün də bildiyi müxtəlif məlumatları təqdim edə bilərsiniz. Burada bir şey qeyd edeyim ki, müsahibə mərhələsində siz mütləq şəkildə sual səsləndirildi, sualın cavabını bilirsinizsə, onun haqqında geniş formada danışmağa çalışın və dəqiq, yəni belə deyək də, haşiyəyə çıxmadan dəqiq həmin mövzu ətrafında danışmağa çalışın. Hansı ki, bu sizə, belə deyək də, veriləcək sualların sayını azaldacaq. Görəcəklər ki, həqiqətən də sual haqqında geniş məlumatınız var və ona görə də dayandırmayacaqlar, maraqla sizi dinləməyə davam edəcəklər, hansı ki, sizin sözünüzü də kəsməyəcəklər. Ona görə mütləq şəkildə müsahibə mərhələsində bir mövzu veriləndə çalışın ki, mövzudan yayınmadan həmin mövzu haqqında çox danışasınız. Əgər bilirsinizsə, yox, əgər bilmirsinizsə, haşiyəyə çıxacaqsınızsa, mövzu haqqında hansı məlumatları bilirsinizsə, həmin məlumatları təqdim etməyiniz daha çox tövsiyə olunur. Geriyə planlama nədir? Üçüncü sualda qeyd olunub. Geriyə planlama tədris prosesinin son hədəfindən, yəni nəticədən başlayaraq başa doğru layihələndirilməsidir. Yəni, biz bunu sözlə, sadə formada sözlə desək, birinci addım belədir ki, ilk olaraq dərsin sonunda əldə olunacaq təlim nəticələri müəyyən olunur. İkinci addım budur ki, şagirdlərin bu nəticəyə çatacağını yoxlamaq üçün qiymətləndirmə meyarları və vasitələri seçilir. Hansı ki, nəticəni öncədən bilirik deyə, buna uyğun qiymətləndirmə formaları, meyarları seçirik. Üçüncü addım bu qiymətləndirmədən uğurla keçmək üçün lazım olan öyrənmə fəaliyyətləri, metodlar və tapşırıqlar qurulur.
nəticə öncədən bizə bəlli olduğuna görə, yəni bir növ geriyə planlama nəticədən planlama deməkdir. Geriyə planlama haqqında məlumatları siz kurikulum dərs vəsaitlərindən əldə edə bilərsiniz, hansı ki, bu haqda da geniş məlumat təqdim etmək üçün. Bəs yaxşı, geriyə planlamanın faydası nədir? Müəllimin hədəfindən yayınmasının qarşısını alır. Müəllim bilir ki, nəticədə nə olacaq, mən həmin nəticəyə, həmin məqsədə necə çatacağam. Ona görə bu geriyə planlama indiki dövrdə ən yaxşı planlama növü hesab olunur. Effekti nədir? Tədrisin daha məqsədyönlü və səmərəli olmasını təmin edir. Bax belə. Bir daha qeyd edirəm, geriyə planlama haqqında kurikulum vəsaitlərində də məlumatlar var. Həmin məlumatları da əldə edib, bunu daha dolğun, daha müfəssəl, daha geniş formada təqdim edə bilərsiniz. Sinifdə qruplarla işi necə təşkil edirsiniz? Yaxşı, gəlin görək bu suala necə cavab verə bilərsiniz. Deyə bilərsiniz ki, qruplarla iş şagirdin əməkdaşlıq, ünsiyyət və komandada işləmək bacarığını inkişaf etdirən bir iş formasıdır. Qaydalar nədir? İlk növbədə sinifdə qruplarla işin dəqiq qaydalarını, intizam və vaxt idarəçiliyini müəyyən etmək lazımdır. Bölgü məsələsinə diqqət yetirmək lazımdır. Qruplar heterogen, fərqli bilik və bacarıqlara malik olan şagirdlər şəklində formalaşdırılmalıdır. Yəni, belə deyək də, biz burada bilən şagirdləri bir qrupa, bilməyən şagirdləri, belə deyək də, az bilən şagirdləri başqa bir qrupa, çox bilən şagirdləri tamamilə başqa bir qrupa yığa bilmərik. Heterogen, yəni fərqli bilik və bacarıqlara malik olan şagirdlər formasında qruplar formalaşdırılmalıdır. Rollardan istifadə. Qrup daxilində rollar, lider, vaxtı idarə edən, katib, natiq və s. paylanılır. Tapşırıqlar necə olur? Hər bir qrup aydın, anlaşılan və hədəfyönümlü təlimat verilməlidir. Monitorinq məsələsində də, yəni iş prosesində müəllim qrupları gəzir, fasilitatorluq edir və formativ qeydlər götürür. Qiymətləndirmə sonda həm qrupun ümumi işi, həm də fərdlərin töhfəsi meyarlar əsasında qiymətləndirilmiş olur. Burada bir şey xatırladım, onu istəyirəm sizlə bölüşəm. Belə ki, müsahibə mərhələsində adətən deyirlər ki, bəs müsahibə götürən şəxs istəyər ki, siz hər zaman həvəsli görünəsiz, yəni üzünüzdə həmişə gülümsəmə olsun və s. Burada siz, bir daha qeyd edirəm, yəni bunu ötən videolarda da qeyd etmişəm ki, müsahibə mərhələsində heç kəs sizdən hər zaman gülümsəmə gözləmir. Belə ki, sizə təqdim edilən sual sizdən hansı hiss və həyəcanı istəyirsə, həmin hiss və həyəcana, həmin belə deyək, hisslərə uyğun davranmaq lazımdır. Məsələn, tutaq ki, şagird haqqında deyir ki, valideynini itirib və digər belə bir hal baş veribdir. Siz burada necə davranarsınız? Artıq siz burada gülümsəyərək yox, nisbətən belə deyək də, müəyyən qədər qəmgin formada, müəyyən qədər hisslərinizlə danışmağa çalışmalısınız. Və yaxud da antiterror əməliyyatı haqqında danışarkən siz orada qürur hissini göstərməlisiniz. Siz orada şəhidlərdən danışarkən orada bir kədər hissini göstərməlisiniz. Yəni, o adətən belə bir şablon ifadə yayılıb ki, hər zaman üzünüz gülməlidir, gülə-gülə danışmalısınız, gözünüzdən gülüş saçmalıdır. Belə deyil. Yəni, siz hiss və həyəcanlara uyğun danışmalısınız. Əsas məsələ aqressiya ilə danışmayın. Bax, burada mənim sizə tövsiyəm, istənilən bir belə deyək, halda aqressiya ilə danışmaq olmaz. Yəni, deyə bilərsiniz ki, bəs elə bir nüans yarana bilər ki, mən orada aqressiya ilə danışmam. Xeyr, belə bir hal yoxdur. Aqressiya ilə danışmaq olmaz. İstər orada aqressiya, belə deyək də, o psixoloji məsələləri olur. Hansı ki, məsələn, müsahibə götürənlərin başına gəlibdir. Tutaq ki, sual səsləndirilib, müsahibə götürən də bir gözünü qıyaraq, nə bilim, yana əyilərək çaşdırmağa çalışır ki, görək qarşı tərəf fikrindən yayınacaqmı? Yəni, məni alladırmı? Yoxsa öz fikirlərindən yayınmır, öz fikirlərinin arxasında durur. Belə bir nüanslara da diqqət yetirin. Bir məsələni də qeyd edeyim. Bir müsahibədə iştirak edən bir müəllimin başına gəlmişdi bu hadisə. Qeyd etmişdilər ki, bəs siz qeyd edirsiniz ki, mən filan şey baş verəndə mən psixoloqa müraciət eləyərəm. Deyir ki, sizdən öncəki namizədlər daha doğrusu qeyd edirdilər ki, psixoloqa yox, psixoloqa, yəni o ilə yox, ayla, A formasında psixoloq deyə tələffüz eləyirdi. Yəni, bu əslində yanlış tələffüzdür, psixoloq olaraq tələffüz olunmalıdır, siz düz tələffüz eləyirsiniz. Sizcə bunun səbəbi nədir? Niyə digər namizədlər belə deyir? Artıq orada, belə deyək də,
o özünü bir növ səhv çıxartmışdı. Hansı ki, demişdi ki, əslində psixoloq tələffüz olunmalıdır, psixoloq yanlışdır. Həmin o həmkarlarımın yəqin ki, məlumatı yoxdur, amma bu yanlışdır axı. Bu sözün düzgün tələffüzü psixoloqdur. Və bunu nəyə gətirirəm? İndi ola bilər ki, siz kimyaçısınız, texnoloqsuz, yəni texnologiyasız, nə bilim, digər fənləri tədris eləyirsiniz. Sizdə orada düzgün tələffüz məsələsi əsas deyil. Əsas məsələ burada nəyə fikir vermək lazımdır? Fikir verməlisiniz ki, orada sizdən soruşulan məsələ o sözün düzgün tələffüzü ilə bağlı deyildi. Sizdən öncəki namizədlərə olan münasibətiniz onlar üçün maraqlı idi. Belə ki, onlar bilmək istəyirdilər ki, digər namizədlərə münasibətiniz necədir? Həmin müəllim cavab vermişdi ki, bəs həmin namizədlərin bu sözün düzgün tələffüzü ilə bağlı yəqin ki, məlumatları yoxdur, amma bu sözün düzgün tələffüzü bu cürdür. Halbuki özü səhv deyir, ha. Belə bir psixoloji məsələlər də olur. Ona görə diqqətli olmalısınız. İndi isə keçək 5-ci suala. Şagirdlərdən birinin hər iki valideyni yoxdur və şagird dərsə maraqsız yanaşır. Nə edərsiniz? Bax, burada sizin müəyyən bir həyəcanınız, müəyyən bir yanaşmanız, bir növ həyəcanlamaq yox, vəziyyəti idarə edərək təmkinli formada cavab verməlisiniz. Bu vəziyyət pedaqoji ustalıq, həssaslıq və psixoloji yanaşma tələb edən emosional bir situasiyadır. Düzdürmü? Burada həssaslıq məsələsinə diqqət yetirmək lazımdır. Yəni, şagirdə qarşı xüsusi qayğı göstərilir, onu digərlərindən aciz şəkildə fərqləndirməmək şərtdir. Yəni, onu fərqləndirməmək lazımdır. Güvən formalaşdırılması. Şagirdlə fərdi söhbətlər edib, onunla səmimi, etibarlı münasibət qurulmalıdır. Əməkdaşlıq məsələsinə diqqət yetirilməlidir. Şagirdin himayədarı, nənə, baba, xala və s. məktəb psixoloqu ilə dərhal əlaqə yaratmalıdır. Marağın oyadılması, şagirdin şəxsi maraq dairəsi, yəni onun hobbiləri, sevdiyi sahələr öyrənilməlidir və tapşırıqlar bura inteqrasiya edilməlidir. Məsuliyyətin verilməsi sinif daxilində işlərdə ona kiçik və uğur qazana biləcəyi rollar verilərək özünəyinamı artırmaq lazımdır. Və motivasiya məsələsinə diqqət yetirməliyik. Əldə etdiyi ən kiçik uğurları belə vaxtında və düzgün formativ rəylə stimullaşdırmalıyıq. Bu videomuzda da qeyd etdiyimiz sualların izahını sizlərə təqdim etdik. Bu sualların izahını özümüzə məxsus formada təqdim etdik. Təbii ki, bu özünə məxsusluq da dəqiq və doğrudur. Sadəcə siz burada müəyyən bir əlavələr edərək bunu daha da genişləndirə bilərsiniz. Sonda isə bir daha qeyd edirəm, əgər siz bizim kanalımıza abunə deyilsinizsə, kanalımıza abunə olub bildirişləri aktiv edin ki, növbəti günlərdə müsahibə mərhələsi ilə bağlı müxtəlif meyarlardan izahlar olacaq, həmin izahları qaçırmayasınız. Sağ olun, hələlik.